Tələbəm Aycan xanımla bugün şəhər daxili sürmə dərsimizdəyik. Aycan xanım, diqqət edin, sağda işıqfor tətbiq olunubdur və yanında 2.4 yol verilişanı var, 3 bucaq, düzdürmü? Hal-hazırda o yol verilişanı qüvvədən düşüb. Niyə? Çünki işdə işıqfor var. Əgər işıqfor işləməsəydi, biz bu zaman ikinci dərəcə yolda hesab edəcəkdik. Burada dayanıb solumuzdan və sağımızdan gələnlər yol veriləndən sonra dönəcəkdik. Aydındır. Amma indi işıqforun qırmızı işığı bizə yanır, sağımıza solumuza yaşıl işıq yanır. Onlara qırmızı yanında bizə yaşıl işıq yanacaq. Ona görə də rahat şəkildə dönüb gedəcəyik. Lakin diqqətlə piyada keçidi var orada və piyadalar üstündə qırmızı işıq yanır. Biz sola dönərkən piyadalara yaşıl işıq yanacaq. Yəni burada yaşılı görən kimi arxeyin olma ki bizə yaşıldır. Diqqətin orada da olsun. O işıqforda da olmalıdır ki, orada piyadalara yaşıl yananda piyadalara vurma təhlükəmiz var. İndi sür, yaşıldır artıq. Sür. Gəl. Piyada gəl. Piyadanı da gözləyəcəksən. Narahat olma. Biraz ver qarşıya. Ver əzim. Ver, narahat olma. Solunu yenə yandır. Getdin. Get. Döndər. Sükan döndər. Aferin. Döndər. Ay yaşa. Əlini düzəlt. Bax qarşıya bax. Qarşıda bir dənə avtomat sağa arxa-arxaya gəlir. Solunu